Henry Morrison 1926 psixologiya tarixinə HM vakası olaraq keçəcəkdi. 10 yaşında kontrol edilə bilməyən epilepsiya növbətləri ilə əməliyyata alınan və hər iki bölgədə hipokampal ərazinin, hipokampusun çıxarıldığı vakadan danışacağım. HM 10 yaşında epilepsiya növbətləri başlayır və kontrol edilə bilmədiyinə qənaət gətirən həkimi neurocərrah William Scoville 27 yaşında iki tərəfli medial temporal lobektomiya işləmini gerçəkləşdirir. Epilepsiya tutmaları azalsa da HM artıq həyatına əvvəlki kimi davam edə bilməyəcəkdi. Yeni xatirələr yarada bilməyəcəkdi. Anterograd amneziya, yəni hal-hazırda 27 yaşından, yəni əməliyyatdan sonraki müddətdə olan hər hansı bir şeyi xatırlamır və yaddaşına yaza bilmirdi. Qismən retrograd amneziya, yəni özəlliklə 25 və 27 yaş arasındakı xatirələrini xatırlamaqda çətinlik çəkirdi. Hansı ki, 25 yaşına qədər olan xatirələri daha qorunmuşdu. Bu da əslində elm insanlarına düşündürdü ki, 2 illik period əslində bizim hər nə qədər uzun sürəli yaddaşımıza bir şeylər həkk etdiyimizi düşündüyümüzdə bunun anlıq olaraq ortaya çıxdığına inansaq da, əslində bu çalışma bizə göstərirdi ki, öyrənmə 2 illik bir müddət içərisində ortaya çıxa bilər. Yəni biz buna psixologiyada konsolidasiya deyirik. Yəni yeni öyrəndiyimiz məlumatlar daha kövrək məlumatlardır və onların daha qalıcı olması üçün zamana ehtiyacımız var. HM vakasından gördüyümüz qədərilə bu görəsən 2 il idi. İşçi yaddaş bir neçə dəqiqəlik verilən nömrələri yaddaşında saxlaya bilirdi. Eyni zamanda prosedural, yəni bacarıq öyrənmə qabiliyyətinin həkk olduğu yaddaşda normal bir halda çalışırdı. Onu mirror drawing, yəni ayna ilə rəsm etmə testini tabe tutdular və gördülər ki, bacarıqlarında hər hansı bir şey əksilməyib və hər gün daha yaxşı nəticə göstərə bilirdi. Yəni öyrənmə prosedural yaddaşda mümkün ola bilirdi. HM vakası bizə sübut etdi ki, yaddaş vahid sistemdir. Epizodik və semantik, yəni sözlə ifadə edilə bilən yaddaş hipokampusdan asılıdır. Prosedural yaddaş isə hipokampusla bağlantılı deyil. HM-in həyatı yaddaş araşdırmalarını kökündən dəyişdi. Hipokampusun rolunu ortaya qoydu və çox sayılı yaddaş nəzəriyyələri ortaya çıxartdı. Onun həyatı elmə tamamilə açıq idi. Ölümündən sonra adını və kimliyini açıqladılar. Bugün psixologiya dərslərində yaddaş mövzusu açıldığında ilk ağla gələn vaka HM-dir.